Dostlar, gördüyünüz bu 37 azenli ödənişimi hal-hazırda öz Emon hesabıma çıxarış edəcəm sizlərlə birlikdə. Görək həqiqətən də bizim ödənişimizi edəcəkmi? Buna görə pul çıxarma bölməsinin üzərinə bir dəfə klikləyirəm və pulu çıxarış etməmişdən əvvəl öz belə desək ya kapital, istənilən bank kartı və yaxud da Emon üzərindən çıxarış edə bilərsiniz. Mən Emonu seçirəm. Birinci xanaya adınızı, ikinci xanaya isə tutaq ki, Emon seçmisinizsə telefon nömrəsini, bank seçmisinizsə də 16 rəqəmli beləcə kartınızı daxil edirsiniz və təsdiq et bölməsinin üzərinə klikləyirsiniz. Bütün məlumatları təyin etdim və təsdiqlədim. Yenidən pul çıxarma bölməsinin üzərinə klikləyirəm dostlar və burada bizim öz yazdığımız çıxarış üsulu yazılıb. Emon bank hesabı bölməsində öz telefon nömrəmiz və adımız da daxil edilir. Və burada aşağıda qeyd edildiyi ki, minimum çıxarış 10 AZN-dir. Saat 9-dan saat 5-ə qədər çıxarış mümkündür. 15% çıxarış zamanı sizdən komissiya tutulur dostlar. Burada məbləği yuxarıda təyin edirəm, 36.99 təyin edək və pul çıxarma bölməsinin üzərinə klikləyirəm. Çıxarış məbləği yəni tam rəqəm olmalıdır. Buna görə 36 təyin edirəm və pul çıxarma bölməsinin üzərinə klikləyirəm. Və 15% vergi tutulduqdan sonra sizin balansınıza 30.6 AZN gələcəyi qeyd edildi və yes bölməsinin üzərinə klikləyirəm və artıq beləcə çıxarış edildi yazıldı və balansımızdan da pul çıxdı dostlar. Zaten buradan balans detalları bölməsinin üzərinə klikləyərək gördüyünüz dostlar mənim bu qazanclarımdır, hansı ki yatırımlarım, qazanclarım və bu da çıxarışdır dostlar. Gördüyünüz kimi 36 AZN-lik bir çıxarışdır. Bu 0.07 qəpiklər nədir? Mən VIP paket aktiv etmişəm və bu paketdən də istifadə edərək gündəlik, yəni hər saata qazanc əldə edirəm. Və digər ödənişləri də necə almışam? Qeydiyyatdan keçən zaman sizlərə bu proyekt 2 AZN bonus verir. Eyni zamanda buradan ana səhifə bölməsinin üzərinə daxil olub gördüyünüz kimi gündəlik giriş bonusu 0.5 qəpik, yəni 50 qəpik gündəlik giriş edərək qazanc əldə etmiş olursunuz dostlar. Buna görə də daxil ol bölməsinin üzərinə bir dəfə klikləyirsiniz və bu gün artıq daxil olunub. Yəni mən bu gün 50 qəpik artıq almışam dostlar. Balans detalları bölməsinin üzərinə gəldikdə gördüyünüz kimi qeydiyyat bonusu olaraq 2 AZN əldə etmişəm. Eyni zamanda buradan 50 beləcə qəpik giriş mükafatı əldə etmişəm və eyni zamanda da ana səhifə bölməsindən də gördüyünüz kimi birinci paketin qiyməti 10 AZN-dir. Yəni sizə də zaten 2 manat bonus veriləcək. 10 AZN yatırım edirsiniz, gündəlik 2 manat qazanc əldə etmiş olursunuz dostlar. Yəni ilk çıxarışda 4 AZN sizin balansınızda avtomatik olaraq gəlmiş olacaq bir gün ərzində. Məhsullar bölməsinə gəldikdə gördüyünüz kimi hal-hazırda ümumi gəlir 48-dir. İşləyir burada qeyd edilib. Məhsulun qiyməti də qeyd edilib dostlar. Başlama tarixi də bu bölmədə qeyd edilib dostlar. Mən sadəcə 10 AZN yatırım etmişəm və 10 AZN-likdə bir ödəniş alıram dostlar gündəlik olaraq. Zaten bu bölmədən də görə bilərsiniz ki, hansı ki digər paketlər də var ki, 22 manat gündəlik 4 manat ödəniş, 45 manat gündəlik 10 manat ödəniş, 92 manat gündəlik 21 manat ödəniş edir dostlar. Burada əsas məqsəd nə qədər müddət ödəniş edəcəyi dostlar. Bu beləcə bütün proyektlərdə olduğu kimi bu proyektdə də bilinmir və buna görə də müəyyən bir risk var dostlar. Yatırım etmək istəyən dostlarımız da öz riskləri daxilində öz araşdırmalarını edərək beləcə yatırım edə bilərlər. Yəni mən bütün videolarımda olduğu kimi bu videomda da heç bir yatırım tövsiyəsi vermirəm dostlar. Buna görə də balansı artır bölməsinin üzərinə klikləyərək məsələn 10 AZN minimal şəkildə yatırımdır. İndi balansı artır bölməsinin üzərinə klikləyərsiniz. 5-30 dəqiqə ərzində sizin balansınız ödəniş gəlmiş olacaq dostlar. Buradan istədiyiniz bir beləcə ödəniş üsulunu seçə bilərsiniz. Tutaq ki, Emon olsun, Leobank olsun və istənilən bir kart olsun, fərq etməz. Tutaq ki, Emonu seçdiyinizdə hal-hazırda bu cür, yəni Emondan ödəniş üsulu yoxdur. Tutaq ki, kapitalı seçirəm və aşağıda məbləğ yazılıb 9.2 AZN dostlar bizlərə beləcə ödəmə etməli olduğumuz məbləğdir və eyni zamanda Kapital Bankın nömrəsi də bu bölmədə qeyd edilmiş olacaq dostlar. Daha sonra sizlərə verilən bu gördüyünüz aşağı bölmədə qəbzi yükləyirsiniz və təqdim et bölməsinin üzərinə bir dəfə klikləməyiniz kifayət edir dostlar. Burada istənilən bankdan da istifadə edə bilərsiniz dostlar. Qeyd etdiyim kimi. Geri gəlirik və pul çıxarma bölməsində ətraflı bir şəkildə göstərdim dostlar. Eyni zamanda paylaş bölməsi üzərinə gəlib sizlərə verilən yuxarı hər hansı bir şəxsi göndərərək də əlavə olaraqdan faizlərlə qazanc əldə edə bilərsiniz. Həmin qazancı da yatırımsız çıxarış etmək mümkündür dostlar.
Yəni bu şəkildə hal-hazırda qazanc əldə etmək mümkündür. Görək həqiqətən də bizim ödənişimizi edəcəkmi dostlar? Ödənişi gəldiyində sizlərə göstərim. Şimdi dostlar, bizim ödənişimiz hal-hazırda balansımıza gəlib. Sayt həqiqətən də ödəmə etdi. Kanalımıza abunə olub bildirimləri açmağı və video like atmağı unutmayın. İndidən hər birinizə çox-çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.